Bloka dəstək üçün sualların izahına davam edirik. Burada yazılmış 11-ci sualda deyim 20 sınaq 3-cü qrup kitabından götürülüb. Klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Biz burada bir dənə klasteri görürük və əvvəlinə yazılıb qarıya feili. Qarıya sözü görürük ki, tələffüz forması yazılıb və qarşısına feil yazılıb. Feil yazılmaq artıq bizim işimizi asanlaşdırır. Çünki burada isim də ola bilərdi, sifət də ola bilərdi. Və burada feil yazılıb, artıq biz əminik bu sözün feil olduğuna və hətta qarşısına yazılıb arzu şəklindədir. Bəli, feil və arzu şəklindədir. Biz həmin sözü yuxarı yazaq, daha da asan izah edək. Qarıya sözü feildirsə, təbii ki, burada feil yazılıb. Bu mənada işlənir ki, kaş o qarıya. Sözün kökü olur qarı, ya olur burada arzu şəklinin şəkilçisi. Daha doğrusu A arzu şəklinin şəkilçisidir, Y isə bitişdirici samitdir. 1. Kökü feillə amonimdir. Biz bu iki hissəyə uyğun doğru fikirlər yazmalıyıq. Biz sözün kökünü gördük ki, qarımaq feilidir. Elə qarımaq feili ilə də amonim ola bilməz. İsim olsaydı doğru olardı. Bu yanlış fikirdir. Tərkibində bitişdirici samit işlənir. Bəli, bayaq qeyd etdik ki, burada Y bitişdirici samitdir. Deməli, 2 doğru cavabdır. Götürürük. Sözün kökünün sonundakı açıq sait qapalı saitə keçmişdir. Əgər sözün kökündə biz buraya yazmışıq, elə kökü qarı sözüdür. Əgər bu isimləşmiş sifət olsaydı, qaraya olsaydı, bu doğru fikir olardı. Amma söz kökünün sonunda elə açıq sait yox, qapalı sait var. Yazılışında da bu yanlış fikirdir. Yönlük haldadır, açıq sait qapalı tələffüz olunur. Yenə də eyni, yəni ikinci hissə eynidir. Açıq sait qapalı tələffüz olunur, yanlışdır. Həm də bu feil olduğuna, arzu şəklində olduğuna təbii ki, yönlük halda ola bilməz. Bu da yanlış fikirdir. Qoca sözü ilə antonimlik təşkil edir. Qarı sözü hər iki halda, yəni heç bir halda qoca sözü ilə antonim ola bilməz. Çünki yəni isim də olsa antonim təşkil edə bilməz. Yəni heç bir halda bu fikir doğru deyil. 5-i də çıxdıq. Bir qrammatik şəkilçi var. Bəli, burada yuxarıda biz qeyd etmişik ki, ya qrammatik şəkilçidir, arzu şəklinin şəkilçisidir. Bu doğru cavabdır. 6 da doğrudur. Buna əsasən də deyə bilərik ki, bizim doğru cavablarımız oldu 2, 6, yəni A bəndi.